Bu şorbanın əti hanı? Ət almışdın ki olsun. Ət yemək ziyandır. Elə ona görə də boyun çıxmır da. Bugün təsadüfən məktəb dostun, qonşumuz Topuş Fikrətin arvadı var balerina. Ona rast gəldim. Dedi ki, bazar günü bizə qonaq gəlin. Nə əcəb yada düşmüşük. Fikrət istəyir ki, məktəb dostlarının xanımları ilə birlikdə evlərinə qonaq çağırsın. Demədi nə üçün? Özü də deyib ki, hər kəs bu qonaqlığa öz payını gətirməlidir. Ən maraqlısı odur ki, bu qonaqlıq qeyri-adidir. Hər şey Alman üslubunda olacaq. Başa düşmədim. Nemetski şöt da, balıqdan tutmuş quzuya kimi hər kəs öz payını gətirməlidir. Kim nə gətirəcək, nə qədər gətirəcək özü bilər. Amma mənim pay aparmağa imkanım yoxdur. Narahat olma. Əzizim, biz cəmi 4-5 kiloluq tort aparmalıyıq. Vəssalam. Xeyr, Nemetski şot düzgün bölünməyib. Niyə? Çünki 1. Balıq Məmmədəli, hə? Balıq dükanının müdiridir. O qədər mağazində köhnə, illənmiş balıq var ki, adam axtarır sırmağa, yer axtarır aparmağa. Yığıb hamısını gətirəcək qonaqlığa. Düzdür? Bu belə. 2. Çaxır Şamil. Çaxır dükanının direktorudur. Spirtli, spirtsiz içkilər ki var ha. Hamısını yığacaq, çiğninə gətirəcək. Vəssalam. 3. Pendir Yaşar. O da direktordur. Yağı, pendiri, simitanı, mayonezi, qozu, fındığı hamısını yığıb gətirəcək. Düzdür? Bu da belə. 4. Ev yiyəsi var ha. Topuş Fikrət. Quş və ət məhsulları mağazasının direktorudur bu adam. O da hamı kimi induşkasını, toyuğunu, cücəsini yığıb gətirəcək. Bu da belə getdi. Hə. İndi qaldı 5. Arif müəllim. Neyim var? Heç neyim. Onlar pul xərcləməyib, hər şey gətirəcəklər. Mən isə gələk pul verim, tort alım. Yaxşı. Zıngıldayıb gözünün yaşını tökməklə. Onlar da dükkandakı mallara pul verib alırlar da. Getmək istəmirsən, getmə. Amma bəhanə tapıb hər şeyə muz qoyma. Yaxşı, durcan gələ. Dinə ki, razıyam. Gələcək. Tort məndə.